bəşəriyyətin xilaskarı, bəşəriyyətə nicat verən, istiqamət verən, səhvlə düzü, haqla batili ayıran bir kitab yer üzərinə nazil olunan gecə, ehtimal olunan gecədir deyə biz onu oyaq qalaraq qarşılayırıq və Quranı başımıza qoymaqdan məqsəd də rəmzi mənada, yəni daima Quranı başımız üzərində tuturuq. Məsələn, bizdə necə birinə bir söz deyəndə deyir başım üstə. Yəni, rəmzi mənada bu o mənanı ifadə edir ki, yəni bütün sözlərin, bütün mənə verdiyin tapşırıqlara mən hazıram. İndi gərək bu gecə ki, biz Quranı başımız üzərinə qaldırıb gəlişini qarşılayırıqsa və hər nə deyilirsə qəbul edirəmsə, gərək bu gecədən biz həyatımızı dəyişək. Bu gecədən Quranımıza daha çox bağlı olaq. Quranımızı daha çox oxuyaq. Quranımızı oxuyub barəsində tədəbbür və təfəkkür edək. Quranı təkcə and kitabı kimi istifadə eləməyək. Quranı ancaq elə atamız, anamız, doğmamız dünyasını dəyişəndən dəyişənə, yasda, mağarda, qəbr üstündə oxumağa adət eləməyək. Adi günlərdə belə Quranımızı əlimizə alaq, Quranı oxuyaq və ayət-i şərifələrin barəsində təfəkkür edək. Quranı həyatımızda tətbiq edək. O zaman ömrümüz bərəkətli olar.